Bu arada değerli izləyicilərimiz, növbəti mərhələyə keçid almamışdan qabaq bir anonsu diqqətinizə çatdırım. Artıq mənim də qabağımda Instagramda və Facebookda çoxlu reklamlar çıxır. Bəzi şirkətlər yenə başlayıblar maşennik işlərlə məşğul olmağa. 1 kvadrat 280 manatdan başlayan təmir paketləri var ki, xahiş edirəm bunlara inanmayın. Belə bir qiymət yoxdur, belə bir dünya yoxdur ümumiyyətlə. Yəni normal iş başqa cür olur, normal materiallar başqa cür olur. Diqqətli olun. Keçid alaq bizim növbəti işimizə. 38 santimetrdən bir atılmalıydı. Atmışsınız mı? Baxa bilərikmi? Zəhmət olmasa. Mərkəzdən mərkəzə. Mərkəzdən mərkəzə nə qədərdir? 38. 38. Mən bilirəm, sadəcə olaraq bizi izləyən izləyicilərimizə izah etmək lazımdır. Nə üçün 38-dən bir? Yəni, dəyərli izləyicilərimiz, üst qat artıq bax bu hissə bizim diktimizlə birbaşa təmasdadır. Yəni, diktin cırılması, cırılaması, pırıllaması, diktin əyilməsi, stıqların bir-birinə oturmaması məsələsi məhz üst qatdan asılıdır. Niyə 38-dən bir? Çünki 4 paya bölürük. Yəni, 4 pay deyəndə bizim diktimizin eni uzunluğu nə qədərdir? 1.52'nin 1.52 olur. 1.52'nin 1.52, 1 metr 52 santimetrin 1 metr 52 santimetrə. Onu böləndə 4 yerə nə qədər alınır? 38'den bir düşür. Yəni, laqalar haralara düşür? Bax, məsələn, bu dikti götürəndə haralara düşür? Göstərə bilərsən? 38 laqanın mərkəzindən mərkəzinə 38 olur. Yəni, laqanın yarı hissəsi bura düşür ki, o birisi hissəsi də o tərəfə otursun və 38 yenə gəlir bura düşür. Həmən o 38-lərə bölünəndə, həmən bu laqanın bir hissəsi, bax bu hissəsi gəlib düşəcək bunun bir hissəsinə və dəyişi bölünəcək və bizim diktimiz bütün bölgülərlə laqaya tam oturacaqdır, düzdürmü? Və bu, orada da nümunə kimi səndə var. Baxa bilərik nümunə kimi. Deməli, dəyərli izləyicilərimiz, bu bizim bütöv bir diktimizdir. Həmən o, bax bu xətlər, bu xət, bu xət, bu xət, bu və bu xət bunun arasından, altından gedən atmalardır. Və gördüyünüz kimi, atmanın bir hissəsində bu diktin payına düşüb, bu hissəsi bu diktin payına düşüb. Və ortada 1, 2, 3 və 4-cü yenə həmən o atmanın payına düşüb. 1, 2. Yəqin ki, anladınız. Çox dəyərli izləyicilərimiz, bir dənə də məqam var ki, bir çox adamın eləmədiyi, yəni laqa dikt ustasının eləmədiyi, təbii ki, yaxşı ustalardan gedmir söhbət. Texniki şərtlər varsa, onlara mütləq şəkildə əməl olunmalıdır. Bəli, onlardan biri də nədir? Bu stıqların, yəni pritik vurulmamağı tövsiyə olunur ki, bunların da yəni nəfəs alma, genişlənib açılma faydaları olur. İmkanı olsun. Dəyərli izləyicilərimiz, laqada dikti, taxtadır, parketdir, bunlar təbii material olduğuna görə isti soyuq məsələlərində bunlarda da genişlənmə məsələləri olur. Ona görə mütləq qayda aralarında müəyyən məsafələr qoymaq lazımdır ki, bir kibrit dənəsi qədər. Bir kibrit dənəsi olsa belə kifayət edir ki, bax belə olsun. Eyni formada o ara məsafələrini də kənarlarda da bu hissələrdə də, divarla təmas olan hissələrdə də tətbiq etmək şərtdir. Bu laqa dikti vuran ustaların bəziləri nə edirlər? Laqanın diktini necə vururlar bilmirəm. Biz gəlib onun üstündən keçəndə, ayağımızı basanda ayaq girir içəri, çıxır. Bu isə parket mərhələsində, laminat mərhələsində böyük problemlər yaradır. Hələ ondan da başqa problem harada yaradır? O balaca bir parokla qoyanda ümumiyyətlə paroku saxlaya bilmir, qopur. Dəyərli izləyicilər, bu hissədir. Baxa bilərik buranı inəmsən. Bunları zaten bağlamamışıq. Bilirəm, bağlamamısan, baxmağımız üçün. Çox dəyərli izləyicilərimiz, gördüyünüz kimi artıq betona qədər təmas olunub, yəni yaxınlaşdırılıb, üst-üstə purkliyə ilə bağlanılıb, bərkidilib və ən önəmlisi bizim santimetrika xətlərimizə ziyan olmasın deyə taxtalar kəsilib və keçirilib. Bu arada dəyərli izləyicilərimiz, növbəti mərhələyə keçid almamışdan qabaq bir anonsu diqqətinizə çatdırım. Artıq mənim də qabağımda Instagramda və Facebookda çoxlu reklamlar çıxır. Bəzi şirkətlər yenə başlayıblar maşennik işlərlə məşğul olmağa. 1 kvadrat 280 manatdan başlayan təmir paketləri var ki, xahiş edirəm bunlara inanmayın. Belə bir qiymət yoxdur, belə bir dünya yoxdur ümumiyyətlə. Yəni, normal iş başqa cür olur, normal materiallar başqa cür olur, diqqətli olun. Keçid alaq bizim növbəti işimizə. Çox dəyərli izləyicilərimiz, artıq laqalar, diklər haqqında qısa da olsa bir məlumat verdik. Dəyişi suallarınız olarsa, sual bölməsində qeyd edə bilərsiniz. Biz də sizə bacardığımız qədər cavablandıracağıq. Növbəti mərhələmiz nədir? Dəyərli izləyicilərimiz, bir çox ustalar nə edirlər? Necə gəldi istəşkanı mərkəzi kodundan götürmədən verirlər, laqa dikti verirlər, sonradan isə mənzil sahibinin arzusu var ki, mən istəyirəm keramogranitімlə parketim ağız-ağıza otursun kimi məsələlər üstü açıq qalır və heç bir zaman həyata keçmir. Bunun həyata keçməsi üçün birinci nə etmək lazımdır?
Birinci mərkəzi kod çıxartmaq lazımdır. Onu necə çıxardırıq? Eyvan qapılarından və mənzilin giriş qapısından təyin olunur və qeyd olunur. Dəyərli izləyicilərimiz, öncəki videolarımıza baxsanız bizim mərkəzi kodu necə çıxartdığımızı görə bilərsiniz. Mali bu birinci, ikinci, üçüncü hissələr. Həmçinin qapının ağzından biz mərkəzi kodu tutduq və pəncərələrin altından tutduq ki, bizim gələcəkdə parçetimiz, laqamız və yaxud laminatımız, keramogranitimiz gedib qapılara dirənməsin, qapının açılmasına maneçilik və yaxud şüşənin üstünə çıxmasın və yaxud qapının üstünə çıxmasın. Onun üçün də öncədən alacağımız, vuracağımız materialı, keramograniti, parketi, laminatın ölçüsünü öncədən götürdük. Varmı səndə? Hardadır? Hazırda qoymuşam. Aha, göstər. Bax, dəyərli izləyicilərimiz, öncədən biz artıq parketimizi vurmamışdan öncədən biz artıq təyin eləmişik hansı material burada olacaq. Bunun qalınlığını götürürük. İstifadə etdiyimiz 8'lik keramogranitin qalınlığını götürdük və ona uyğun mərkəzi kodumuzu verdik. Öncədən təyin eləmişəm. Yəni bu buradadır, hal-hazırda. Və bu keramogranitimizin üst səviyyəsidir. Bəli. Və biz bunu lazer işığı ilə baxsaq, lazer. Aha. Görərik Tam ki, 65. 65 baxın buradan. Bəli, deməli koddan 65. Bəli. Deməli dəyərli izləyicilərimizə bir də izah edək. Nə üçün bu məsafəni qoymuşuq və burada nə qədər məsafə var? Orada 2 sm məsafə var. 2 sm məsafə var. Onun 1 sm keramogranitin payıdır. Hansı ki dəyərli izləyicilərimiz holda və zalda, həmçinin mətbəxdə bizdə burada olacaq keramogranit. Yəni 1 sm-lik keramogranit və bu 2 sm-ın 1 sm-lik keramogranitə çıxırsa 1 sm-nə qalır? 1 sm-da mata payıdır. Mata payı. Yəni dəyərli izləyicilərimiz mata həm keramogranitin altına, həmçinin Yerə tətbiq olunacaq. əla və Siyasqa güclü olsun. siyasqa, yəni bağlantı güclü olsun. Bəli. Əla. Növbəti ölçü Deməli bu keramogranitlərin üstü 65 isə bizdə parketimizin üstü də 65 olmalıdır. Yəni bu qaydada parketimizi qoyandan sonra baxırıq. 65. demək parketimizin qalınlığı 1.4-dür. 1 milli də bizim kley payımızdır. Yəni kley. Hə, burada indi 1 sm yarım azalacaq. İşıqdan. Okey. İndi qoyduğun yerə hal-hazırda 1 sm yarım azaldı. Bəli. Və parketin üstünə qoyanda nə qədər olur? İndi 65 olacaq parketin üstündə. Yəni bizim nəticəmiz bütün mənzilin içərisində 65'dir. Düzdürmü? Aramızda mübarək olsun. Cümlə hamı ilə birlikdə. Bütün izləyicilərin də demək Novruz bayramını təbrik edirik. Neçə belə bayramlara, xoş günlərə çıxsınlar. Həmişə belə təzə remontlarda, təzə evlərdə, təzə eşiklərdə Amin. xoşbəxt yaşasınlar. Amin, amin. Mən isə öz adımdan bol-bol iş bilməyən ustalar arzulayıram. Nə qədər siz çox olsanız, bizə həmişə ehtiyac olacaq. Salam aleykum, görüşərik.